Biz ötən dəfə Elman bəy sizinlə danışanda və Tural bəylə də bu barədə danışanda ayrı-ayrı kontekstlərdə sizinlə demək formatlarda danışmışdıq. O zaman bu hadisə ilə bağlı bizim hələ fikrimiz, düşüncəmiz o idi ki, doğru hərəkət deyil, hansısa bir öz fəaliyyət ola bilməz, burada kimlərsə iştirak edir və s. və gəl zaman get zaman DTX əməliyyatı keçirdi, amma vergidən yayınma ilə bağlıdır. Öncə onu bilirsiniz ki, başqa maddə ilə polisə müqavimət və s. ilə saxlamışlar. Daha sonra isə vergidən yayınma ilə bağlı ittiham edildiyi bildirildi. Amma cəmiyyətimiz bu ittihama inanmır. Yəni nə mənada vergidən belə deyək də yayındığı bəllidir də, amma bu əməliyyatın təsadüf olmadığını düşünür. Sizin fikrinizcə bu Azərbaycanda Rusiyanın 5-ci kolonuna qarşı aparılan bir əməliyyat kimi qiymətləndirilə bilərmi? Rusiya biz gözdağı veririkmi ki, hətta İmişlidə belə kimlərinsə zəifliyindən istifadə edib əhalinin maddi durumdan istifadə edib nələrsə etməyə çalışan Rusiyaya biz dərhal sərt şapalaq vururuqmu? Bunu bu cür qiymətləndirmək olarmı İlman bəy? Təşəkkür edirəm və hesab edirəm ki, bugün cəmiyyətimizdə çox ciddi müzakirə olunan məsələlərin birini bugün siz qaldırmısınız. O ki, qaldı İmişli rayonunda baş verən hadisə, yəni orada Ağsaqqallar Şurasının keçmiş sədri Salih Səmədovun gölgilintinin daşıması, eyni zamanda onun verilən suallara çox qeyri-adekvat cavabı, Azərbaycan-Türkiyə dostluğuna xələl gətirən fikirləri, niyə bəs siz Türkiyənin bayrağını gəzdirirsiniz kimi deməli ittihamları, bunlar təbii ki, cəmiyyətdə məlum reaksiyanı şərtləndirir və bu tamamilə anlaşılandır. Ancaq burada başqa məsələlər də ortaya çıxır. Düzdür, Salih Səmədov o təkdirmi öz fəaliyyətlə məşğuldur, yoxsa daha böyük bir şəbəkənin üzvüdür kimi suallar bugün hələ ki açıq qalıb. Amma hər halda xeyli düşündürücü məqamlar artıq ortaya çıxıb və görünür ki, yəni Salih Səmədov doğrudanmı ağlını itirib və belə bir addım öz sevgisini nostalji hisslərlə yaşayırmı kimi suallar. Mənə elə gəlir ki, nostalji hiss və yaxud da ki, o ağlını itirib kimi məsələlər vəziyyətə düzgün izah verməz. Çünki kifayət qədər imkanlıdır, iş adamıdır, istehsalla da dediyimə, eşitdiyimə görə məşğul olub. Yəni, böyük pulları var və həm də bu adam bu pulları Azərbaycanda qazanır. Yəni, Azərbaycanın çörəyini yeyir və belə olan vəziyyətdə bir izafi, aşırı səviyyədə bizim şimal qonşumuza və eyni zamanda nəzərə alsaq ki, şimal qonşumuz özü Sovet İttifaqının özünün siyasi varisi elan edib. Bununla da sanki Sovet İttifaqının bərpası kimi bir illüziyalara qapılırmı kimi məsələlər təbii ki, ortaya çıxır. Ancaq mənim mövqeyim belədir ki, bu hadisənin qarşısını almaq və haqqında bəhs edilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini Dövlət Təhlükəsizlik Xidməti həyata keçirib. Bu hadisənin özü də çoxlu suallar yaradır və Dövlət Təhlükəsizlik Xidməti bu addımı atıbsa, deməli, burada Dövlət Təhlükəsizliklə bağlı müəyyən məsələlər var. Bu da çox vacib məqamdır. O ki, qaldı 5-ci kolon məsələsinə, ümumiyyətlə, bir şey söyleyeyim, bunu ölkəmizin rəhbəri Cənab İlham Əliyev dəfələrlə söyləyib ki, ölkəmizin daxilində bizim təhlükəsizliyimiz üçün elə bir təhdid mənbəyi yoxdur. Biz kifayət qədər güclü dövlətik və ölkə daxilində hər hansı bir qüvvə bizim dövlətçiliyimizə, suverenliyimizə bir təhdid yaratsın, bu mümkünsüzdür. Amma xaricdən bu təhlükələr var. Xaricdən təhlükələr var və onların müxtəlif ünvanları da var. Və Rusiya bizimlə, bəli, 2022-ci ildən fevral ayından bir strateji müttəfiqlik səviyyəsinə münasibətlərimizi qaldırmışıq. Müvafiq sənəd imzalanıb. Ancaq bu heç də o anlama gəlmir ki, Azərbaycan dövləti özünün milli maraqları və təhlükəsizliyi üçün hər hansı təhdid yaranacağı təqdirdə bu sənədi əsas götürüb kənar müşahidəçi statusunda prosesləri izləsin və yaxud da ki, təhdid mənbəyi və təhlükə mənbəyini kənarda müşahidə etsin, biganə laqeyd qalsın, bu mümkünsüzdür. Azərbaycan dövlətinin, bax, indiki halda da prinsipial mövqeyi ortadadır və hesab edirəm ki, kimlər ki, analoji yol seçəcəksə, bilsin ki, kimi arxalanmağından asılı olmayaraq qarşısında Azərbaycan dövlətini görəcəklər. Hələ bizcə misal deyim, belə adamlar doğrudan ağlını itirib dərk eləmirlər ki, Ermənistan dövlətinin görə arxasında kimlər dayanızdır? Hansı lobbilər və hansı dövlətlər dayanızdır? Bütün bu reallıqda biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edə bildik və onların Ermənistanın yanında olması heç bir şeyi dəyişə bilmədi. Heç bir reallığı dəyişə bilmədi. Ona görə də mənim mövqeyim belər ki, Salih Səmədov, onun kimi insanlar
nəticə çıxarmalıdırlar ki, Azərbaycan dövləti ilə bu dildə danışmaq və belə mesajlar vermək mənasızdır, öz həyatlarını, öz gələcəklərini sual altında qoyurlar. Təbii ki, hüquqi müstəvidə və 4 aylıq həbs qəti imkan tədbiri artıq seçilir və sonrası necə olacaq, yarın ki, biz onu görəcəyik. Yapıdan çıxarıldı mı Salih Səmədov? Çünki biz o dəfədə danışdıq, Ağsaqqallar Şurasından çıxarılmışdı. Mən soruşmuşdum ondakı yapı sıralarından çıxarıldı mı? O zaman elə bir qərar yox idi. Həbsdən sonra bu məsələ gündəmə Mənə gəldimi? bu məsələ gündəmə gələ bilər. Gələ bilər.